Hər kəsə salam, mən FES Akademinin kurikulum üzrə təlimçisi Hikmət Müsalov. Söz verdiyimiz kimi ödənişsiz sınaqlarımız davam edir və bu həftədə sizinlə paylaşdığımız forumda olan ödənişsiz sınağın suallarına izah verəcəm. Əgər siz də bu izahların bu cür davamlı olmasını istəyirsinizsə, mütləq videomuzu bəyənin, paylaşın və kanalımıza abunə olun ki, hər dəfə izah paylaşdıqda sizin bundan xəbəriniz olsun. Başlayırıq birinci sualımızdan. Müəllim dərsdə şagirdlərə həyati problem təqdim edir. Məktəbdə tullantıların azaldılması üçün hansı həll yolları təklif edərdiniz? Şagirdlər qruplarla işləyərək müxtəlif ideyalar irəli sürürlər. Müəllim əvvəlcədən bildirir ki, qiymətləndirmə yalnız son nəticəyə görə deyil, şagirdlərin ideyanı necə inkişaf etdirdiklərinə, hansı alternativləri sınadıqlarına və necə nəticəyə gəldiklərinə əsaslanacaq. Bu yanaşmaya daha çox uyğun gələn variantı tapın. Əvvəlcə müəllimin yanaşmasına bir diqqət yetirək, müəllim şagirdlərə layihə üzrə iş təqdim etsə də və bildirir ki, mən qiymətləndirmə zamanı son nəticəyə görə deyil, gedişata görə sizə dəyər verəcəm. Yəni siz necə inkişaf eləmisiniz, siz hansı strategiyalardan istifadə eləmisiniz, yəni yekun məhsulu qiymətləndirməyəcəm. A bəndi deyir ki, təlim prosesində səhvlərin minimuma endirilməsinə yönəlməklə daha səmərəli və qısa müddətdə nəticə əldə olunmasına imkan verir. Yəni bu A bəndə yazılan doğru yanaşmadır. Ya səhvlərin minimuma endirilməsinə, məsələn, məşq etdirməklə, bunu təkrarlamaqla qısa müddətdə effektiv nəticə əldə etmək. Amma bizim situasiyamızda bu yoxdur. Yəni burada səhvlərin üzərində iş aparılmayıb. Burada sadəcə müəllim öz yanaşmasını göstərib ki, yəni siz müxtəlif ideyalar irəli sürəcəksiniz. Mən də sizin həmin o son məhsulunuzu, son nəticənizi deyil, gedişatı, necə davrandığınızı, necə inkişaf etdiyinizi, hansı strategiyalar, bax yazıb ki, necə nəticəyə gəldiyinizi, yəni bura qədər olan hissəni əsas götürəcəm. Ona görə A bəndi tam da uyğun deyil. Şagirdlərin fəaliyyətində yekun məhsuldan daha çox istifadə olunan strategiyaların şuurlu şəkildə dərk edilməsinə şərait yaradaraq metakognitiv bacarıqları inkişaf etdirir. Yəni müəllimlər yekun məhsuldansa daha çox strategiyaların şuurlu şəkildə dərk edilməsinə müəllim diqqət yetirir. Elə budur da məsələ. Yəni müəllim nə edə bilərdi? Əslində müəllim burada bura qədər olan gedişatı deyil də, məhz son nəticəyə qiymət verə bilərdi. Amma müəllim əsasən onların düşüncəsini dəyərləndirmək istəyir. Onların verdiyi qərarları dəyərləndirmək istəyir. Ona görə elə B bəndi yuxarıda yazılan situasiya ilə demək olar ki, eynidir. Birinci sualımızın cavabı olur B bəndi. Bəs niyə S deyil? Şagirdlərin fəaliyyətinə davamlı müdaxilə ehtiyacını azaltmaq üçün əvvəlcədən optimal həll yollarının təqdim edilməsini zəruridir. Xeyr, burada müdaxilə ehtiyacını azaltmaq və s. Bu da bizim sualımıza uyğun gələn bir təqdimat deyil. Yəni situasiya bizə nə deyirsə müəllimlər, cavabda da onu axtarmalıyıq. Bax A bəndində müəllim, daha doğrusu sualın şərtində müəllimin məqsədini bildiksə, B bəndində də məqsəd üst-üstə düşür artıq. D bəndində isə deyir ki, şagirdlərin nəticəyə çatmaq üçün seçdikləri yolların müxtəlifliyini qəbul etməklə onların idrak civiliyini və alternativ düşünmə bacarıqlarını stimullaşdırır. Yəni düzdür, burada müəllim şagirdlərə müxtəlif ideyalar irəli sürməyi tapşırıb. Yəni bu zəmini yaradıb. Amma əsas məqsəd nə olub? Deyib ki, məhsuldansa mən sizin düşüncənizi dəyərləndirəcəm. Bu da tam uyğun gəlmədi. Şagirdlərin fəaliyyətini əvvəlcədən müəyyən olunmuş meyarlara uyğun şəkildə tənzimləməklə onların cavablarının daha strukturlaşdırılmış və müqayisə olunan olmasına şərait yaradar. Bax, bunlar bəlkə də 1%, 2% bizim situasiyamızda ola bilər. Amma əsas məsələ nə idi? Müəllimin məqsədi nədirsə, biz də onu götürməliyik. Birinci sualın cavabı oldu B variantı. Baxırıq ikinci sualımıza. Məktəbdə təşkil olunan layihə həftəsində şagirdlərdən ibarət komandalar müxtəlif mövzularda təqdimatlar hazırlamalıdır. Müəllim müşahidə edir ki, bəzi şagirdlər komanda daxilində tez-tez mübahisə yaradır, başqalarının fikrini dinləmir və işi yarımçıq qoyur. Digər tərəfdən, bəzi şagirdlər ümumiyyətlə prosesə qoşulmur və bütün məsuliyyəti aktiv şagirdlərin üzərinə buraxır. Bu hal layihələrin keyfiyyətinə də mənfi təsir göstərir və artıq sistemli bir problemə çevrilir. Bu vəziyyətdə
müəllimin hansı yanaşması daha çox məqsədə uyğun olar? Deməli, problemimiz nədir? Şagirdlər arasında mübahisə yaranır, bir-birlərini dinləmirlər, işlərini yarımçıq qoyurlar. Bu da tapşırığa artıq başlayır təsir eləməyə. Yəni, göründüyü kimi sualımızdan bu nəticəyə çıxırıq ki, sosial bacarıqlar inkişaf edəməyib də bu şagirdlərdə. A bəndi deyir ki, müəllim layihələrin qiymətləndirilməsini yalnız yekun nəticəyə əsaslandırmalıdır, prosesə müdaxilə etməməlidir. Bax, indi belə bir prosesə mən müdaxilə eləməsəm, bu söhbət böyüyə bilər də, daha ciddi problemlərə yol aça bilər. Ona görə bu cür məsələyə müdaxilə etməmək məsləhət deyil. B bəndi, müəllim komanda işində hər bir şagird üçün konkret rol, məsuliyyət bölgüsü müəyyən etməli, davranış qaydalarını əvvəlcədən aydın şəkildə təqdim etməlidir. Bəli, bu bizim işimizə yarayır. Çünki əvvəlcədən hərənin öz rolunu, məsuliyyətini mən izah eləsəydim və burada şagirdlər başa düşərdilər ki, kim nə iş görməlidir. Və beləliklə mübahisə yaranmazdı, bir-birlərinin vaxtına, bir-birlərinin dialoquna girməzdilər. Ona görə B bəndi doğru cavabımız olacaq ki, bəli, bu cür işlərdə qabaqcadan məsuliyyət və vaxt bölgüsü idarə olunmalı idi. C bəndi, müəllim şagirdlərə komanda işinin əhəmiyyəti haqqında əlavə materiallar, yəni video, məqalə və s. təqdim etməklə onların məlumatlığını artırmalıdır. Xeyr müəllimlər, yəni mən ona əlavə bir material göstərməkdənsə, birbaşa ilə hər bir şagirdin bayaqki kimi görməli olduğu işi danışsam, bu daha yaxşı bir nəticə verərdi. Müəllim şagirdlərlə fərdi söhbətlər apararaq onların layihəyə münasibətini və motivasiyasını gücləndirməyə çalışmalıdır. Yəni, burada bir fikir verirsiniz, ümumi bir problemdir. Mən bunu fərdi söhbətlər apararaq eləsəm, əslində bu daha bir qəliz yoldur və daha çox vaxt itkisidir. Siz fərdi söhbət situasiyalarda o vaxt doğru çıxar ki, yəni şagirdlər arasında, məsələn, iki nəfərin arasında bir problem var. Mən də bunu ümumi müzakirəyə çıxarmamaq üçün fərdi söhbət aparıram. Amma burada bütün sinifdə xaos yaşanıbsa, mən niyə hər kəslə fərdi söhbət aparım ki, B bəndi daha doğrudur. Y-də nə deyir? Müəllim şagirdləri öz fəaliyyətlərini qiymətləndirməyə və komanda daxilindəki davranışlarını təhlil etməyə təşviq etməlidir. Etməlidir, amma baxın, bu tipli suallarda hansı daha çox məqsədə uyğun olar? Yəni, variantlardan biri 50% düz gəlirsə, biri də 100% düz gəlir. O qala-qala digərini götürmək təbii ki, doğru olmaz. Bax, B bəndi yuxarıda baş vermiş problemin qabaqcadan qarşısını ala bilirdi. Ona görə B bəndi daha üstün variant hesab olunur. Baxırıq 3-cü sualımıza müəllimlər. Bəli, bullyingə aid bir sualdır. Sinifdə bir şagird zəif bədən quruluşuna görə tez-tez seçilməyən yoldaşını qrup oyununa qəbul etmir və digərlərinin yanında ona sən onsuz da bacarmırsan, səni götürsək uduzarıq kimi sözlər deyərək ələ salır. Bu davranış aşağıdakılardan hansına aiddir? Yəni, bullyingin növünü tapmalıyıq. İndi burada qısa sual olsa da bir neçə çaşdırıcı məqam var. Buna qarşı diqqətli olun. Bax, biz kiməsə bullying eləyiriksə, yəni bax, tutaq ki də, indi bizdən söhbət getməsin, bir şagird digərinə bullying eləyər. Əgər o şagirdin bədən quruluşu zəifdirsə, bu sadəcə bullyingin səbəbidir. Bu bullyingin növü deyil müəllimlər. Çünki kimsə çaşır gedir buna görə fiziki bullying götürür. Yox, bizə demir ki, bu onu vurdu, əşyalarını sındırdı, gizlətdi. Fiziki təmas yoxdursa, nə olsun ki, qarşı tərəf fiziki cəhətdən zəifdir. Bu hələ o demək deyil, sən ona fiziki bullying eləmişsən. Daha sonra biz görürük ki, onu komandaya götürmür. Bax, qrup oyununa qəbul eləmir. Görürsünüz? Bu cür hallarda sosial bullying götürənlər də var. Amma diqqətli olun. Yəni, bu bilirsiniz nə vaxt olur? Bir nəfər sosial bullying eləmir də. Normalda sosial bullying belə olur ki, şagird yoldaşları birləşir, təzə gələni, məsələn, şayələr yayaraq, onu sıxışdıraraq buradan təcrid eləmək istəyirlər, buradan uzaqlaşdırmaq istəyirlər. Yəni, sosial bullying bir nəfərin işi deyil. Bunun üçün toplu şəkildə olmalıdır. Və siz həmişə baxın ki, biz qarşı tərəfə nəylə ziyan vurmuşuq? Yəni, sırf mənim hərəkətimmi, sözümmü, nə onun xoşuna gəlməyib? Biz ona demişik ki, sən onsuz da bacarmırsan, səni götürsək uduzaraq. Deməli, qarşı tərəfi bu sözlərdir incidən. Qarşı tərəflərə təsir edən bax bu ifadələrdir. Və fikir verin, deyir ki, sözlər deyərək ələ salır.
Deməli, burada verbal bullyingdir də. Yəni, bu qala-qala siz A bəndini və yaxud B bəndini götürə bilməzsiniz. Çünki fiziki bullying o halda olardı ki, mən həmin yoldaşa fiziki təmas eləyim, onu vurum, yıxım və s. Sosial bullyingdə isə bəli, biz birləşərdik, onu buradan uzaqlaşdırmağa çalışardıq. Amma bunu bir nəfər eləyirsə və üstəgəl siz sualda əsas məqamı tutmalısınız ki, bax, ələ salır. Nəyinə ələ salır? Sözlər deyərək, bitdi. Yəni, bura qədər nə deyirsə desin, bizim əsas cavabımız olmalıdır verbal bullying. Dördüncü sual baxırıq müəllimlər, sertifikasiya və MİQ imtahanının olmazsa olmazı qiymətləndirmə mövzusu. Formativ qiymətləndirmə ilə bağlı aşağıdakı fikirlərdən hansı doğru deyildir? Şagirdin güclü və zəif tərəflərini müəyyənləşdirərək onun inkişafına istiqamət verir. Bəli, inkişaf sözü, izləmək sözü, istiqamət verə bilmək, bunlar hamısı formativin şəraitidir, formativin üstünlükləridir. Ona görə A bəndi doğrudur. Siz formativdə şagirdi bu cür inkişaf etdirirsiniz, onun güclü, zəif tərəflərinə baxırsınız və s. B bəndi, bu yanaşma şagirdin nəyi bilməli olduğunu, hazırda hansı səviyyədə olduğunu və məqsədə necə çatacağını aydınlaşdırır. Bəli, formativin suallarını yada salın, deyir ki, mənim hədəfim nədir, o hədəfə necə gedə bilərəm. Yəni, hədəf sözü burada bizim əsas işimizdir də. Ona görə formativə uyğun gəlir. Deyir ki, mən nə öyrənməliyəm, hazırda hansı səviyyədəyəm, bir də o məqsədimə necə çata bilərəm. Formativdir. C bəndi, formativ qiymətləndirmə yalnız əvvəlcədən planlaşdırılmış şəkildə aparılmalı və yalnız müəllim tərəfindən həyata keçirilməlidir. Müəllimlər, bəs biz formativin yoldaş qiymətləndirilməsini, özünü qiymətləndirmə, bəs bunları niyə keçmişik? Deməli, hazırki qiymətləndirmə yalnız müəllim tərəfindən aparılan bir şey deyil. Ona görə C bəndi səhv cavabımız olacaq. Niyə D bəndi deyil? Şagirdlərdən həm şifahi, həm də yazılı cavablar almaqla onların öyrənmə vəziyyətini müəyyən edə bilərik. Formativdə var bu. Sorğular keçirirsən, daha doğrusu biz bəzi üsullar da keçirik, hətta onların bəziləri şifahidir, bəziləri yazılıdır. Bu qiymətləndirmə prosesi şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş davamlı dəstək xarakteri daşıyır. Bəli, dəstək sözü sırf formativdədir. Yəni, sən məsələn diaqnostikdə, daha sonra summativdə şagirdə dəstək verə bilmirsən. Diaqnostiklə məsələn də maraq tələbatının səviyyəsini ölçürsən, amma məhz istiqamət vermək, izləmək, davamlı dəstək əlbəttə ki, formativdə olacaq və dördüncü sualın cavabı C bəndi olaraq qalır. Baxırıq 5-ci sualımıza. Qrup işi zamanı müəllim şagirdlərə birgə araşdırma tapşırığı verir. Tapşırığın mərhələli şəkildə icra olunması tələb olunur. Müəllim müşahidə edir ki, öyrənmə çətinliyi olan bir şagird tapşırığın ümumi məzmununu qismən başa düşsə də, konkret addımları ardıcıl şəkildə yerinə yetirməkdə çətinlik çəkir və qrupdakı digər şagirdlər onun yerinə həmin işi etməyə başlayırlar. Bu isə həmin şagirdin passivləşməsinə, həm də qrup daxilində əməkdaşlığın pozulmasına səbəb olur. Bu situasiyada müəllimin atacağı ən çox doğru addım hansı olar? Məqsədə uyğun addımımız hansı olar? Bir daha situasiyaya baxırıq. Qismən məzmunu başa düşüb ki, tapşırıq bizdən nə istəyir, amma qismən başa düşüb. Və buna baxmayaraq da tapşırıqdakı addımları ata bilmir, çətinlik çəkir. Üstəgəl yoldaşlar da başlayırlar onun yerinə bu işi görməyə. A bəndi deyir ki, şagirdin tapşırığı yerinə yetirə bilmədiyini nəzərə alaraq, onu qrupdan ayırıb fərdi tapşırıqla məşğul olmağa yönəltmək. Baxın, artıq mən bunu hər demək olar ki, sınavımızda deyirəm, son illərdə ən çox yayılmış cavablardan biridir. Yəni, bir şey alınmadısa, şagirdi oradan kənarlaşdır. Kənarlaşdırmaqdansa biz taktikanı dəyişə bilərik də, strategiyanı dəyişə bilərik. Yəni, bu cür alınmadı, şagirdi qrupdan ayıraq, qrupdan çıxardaq, bu doğru yanaşma olmaz. Tapşırığın icrasını sürətləndirmək üçün digər şagirdlərə həmin şagirdin hissəsini də yerinə yetirməyə icazə vermək. Onsuz da bizim situasiyamızda belə bir hal baş verir. Yəni, bir şeyi filan kəs bacarmır, ondan alaq başqasına verək, bu da doğru deyil. Çünki burada əsas məsələ birgə iş idi, komanda işi idi və əməkdaşlıq baş verməli idi. Düzgün əməkdaşlıq belə olmur ki, yəni şagird bu işi görə bilmir, verin biz görək onun yerinə. Təbii ki, bu da doğru olmaz.
Tapşırığı daha kiçik və idarə oluna bilən mərhələlərə bölmək, vizual və ya sadələşdirilmiş təlimatlar təqdim etmək və şagirdə fərdi dəstək göstərmək. Aha, baxın, qrupla işdə olsa da, mən fərdi olaraq onu dəstəkləyirəm, üstəgəl ona vizual təqdimatlar verirəm və tapşırığı kiçildirəm, addımlara parçalayıram. Bunun özü scaffoldingdir də məmlə. Yəni, biz bunu fasilitasiyada da danışmışıq ki, şagirdə necə dəstək vermək olar. Bax, görürsünüz, təbii ki, ən doğru cavabımız C variantında olacaq. Amma D bəndi deyir ki, şagirdin müstəqil şəkildə problem həll etməsini gözləyin, müdaxilə etməyin. Təbii ki, olmaz. Belə problem varsa müdaxilə etməlisən. Tapşırığın təlimatını bütün sinif üçün yenidən izah etməlisən və eyni formada davam etdirməlisən. Yəni, başa düşməyən bir nəfərdir, çətinlik yaşayan bir nəfərdir. Mən bunu bütün sinif üçün yenidən izah eləsəm, təbii ki, bu da doğru olmayacaq. Amma C bəndində həmin şagirdin artıq mən problemini həll elədim, ona fərdi dəstək də göstərmiş oldum. Baxırıq 6-cı suala müəllimlər, aşağıdakı fikirlərdən hansı yanlışdır? Alt standart şagirdlərin müəyyən təhsil mərhələsində nail olmalı olduqları bilik və bacarıqlarla bağlı dövlət tələbini ifadə edir. Düpbədüzdür müəllimlər, alt standart dövlət tələbidir. Şagirdlərin bilik bacarıqlarına qoyulmuş tələbdir. Biz də buna baxırıq, təlim nəticələri çıxarırıq və hər dərsin öz məqsədini reallaşdıraraq, əslində bu alt standartları da reallaşdırmış oluruq. B bəndi. Alt standart üzrə nəzərdə tutulan bacarıqlar bir dərs çərçivəsində tam formalaşmır. Buna görə onların inkişafı bir neçə dərs boyunca davam etdirilir. Bu da düzdür müəllimlər, çünki alt standart bir dərsə formalaşası bir şey deyil. Təsəvvür edin ki, onu bir il ərzində reallaşdırırsan. Deməli, bu bir günə alınası bir iş deyil də. C bəndi. Təlim nəticələrinin dərsin əvvəlində şagirdlərlə paylaşılması onların öyrənmə prosesində məqsədi daha aydın dərk etməsinə və fəaliyyətini həmin məqsədə uyğun qurmasına kömək edir. Bu da doğrudur müəllimlər. Əvvəlcədən təlim nəticələrini elan edəndə şagirdlər daha motivasiyalı olurlar. Üstəgəl biz onlara başa salırıq ki, siz hansı bilik bacarıqları öyrənəcəksiniz, bunların sizə faydası nə olacaq, həyatda harda istifadə edə biləcəksiniz və s. Beləliklə, şagird prosesi daha yaxşı dərk edir. D bəndi, qiymətləndirmə meyarları əsasən ümumi və abstrakt bacarıqlara söykənməli, konkret təlim nəticələri ilə birbaşa əlaqələndirilməməlidir. İnkarda dediyinə görə, bəli, D bəndi bizim səhv cavabımız olacaq. Çünki müəllimlər, biz əksinə demişik ki, qiymətləndirmə meyarları xüsusi bir şeydir də. Sən onu ümumi çıxara bilməzsən. Yəni, belə deyək də, ümumi çıxarsan, bu onu göstərəcək ki, hər bir şagirdi ümumi meyarlarla qiymətləndirməlisən, amma belə deyil. Biz hər bir şagirdi eyni cür qiymətləndirmirik. Bəzən xüsusi meyarlar qoyulur. Məsələn, kimini mən özünü qiymətləndirməklə yoxlayıram. Kimini yoldaş qiymətləndirilməsindən, axı bunların meyarları dəyişir istər-istəməz. Deməli, hər bir şagirdi eyni cür qiymətləndirməzlər. Ona görə D bəndi səhvdir. Dəqiq müəyyənləşdirilmiş qiymətləndirmə meyarları müəllimə şagirdin fəaliyyətini məqsəd yönlü izləməyə və inkişaf etdirici əks əlaqə verməyə imkan yaradır. Təbii ki, bu da doğrudur ki, qiymətləndirmə meyarları düzgün çıxarılarsa, düzgün müəyyən olunarsa, siz də şagirdi bunun əsasında düzgün izləyib, onu inkişaf etdirici əks əlaqəyə səsləyə bilirsiniz. Bax belə. Yəni, ən uyğun cavabımız burada da oldu D variantı. Baxırıq 7-ci sualımıza müəllimlər. Təlim strategiyaları. Yəni, iş üsulları kimi tanıdığımız mövzu 4M1KH üsulunun tətbiqi ilə bağlı aşağıdakı fikirlərdən hansı doğru deyil? 4M1KH üsulunu yadımıza salan müəllimlər suallar texnikası idi və burada sualları qarşınıza qoyaraq siz başlayırdınız informasiyalar toplamağa, tədqiqat aparmağa, layihələrin hazırlanmasında sizə kömək olurdu, qərar vermək üçün kömək olurdu və s. Yəni, mən də məsləhət görərəm ki, ümumiyyətlə siz həmişə kurikulum testlərinə bu cür yanaşan, cavablara qaçıb baxmaqdansa birinci bunu yadınıza salın. Çünki cavabda hər hansısa bir xüsusiyyət sizi çaşdıra bilər ki, bu 4M1KH-da var, yoxsa yoxdur. Amma qabaqcadan 4M1KH-ı yada salsaz,
o üsul tam sizin yadınıza düşəcək və cavabları daha yaxşı görməyə başlayacaqsınız. İndi burada A bəndində deyir ki, şagirdlərin təqdimat zamanı özünü ifadə etmə və dinləyicilərlə emosional ünsiyyət qurma bacarıqlarını formalaşdırır. Səhvdir də elə 4-1 KH-da olmayan budur. Çünki təqdimat bacarıqları, auditoriya qarşısında özünü ifadə etmə, bu debat üsulunda var mənimlər. 4-1 KH-da yoxdur. B bəndinə baxın, şagirdlərin faktlarla fərziyyələri ayırd etməsinə və arqumentləri əsaslandırmasına kömək edir. Bu doğrudur, çünki bu üsula görə şagird informasiyalar toplayır və nəticədə qərar verə bilir ki, əldə olunan məlumatların hansı faktdır, doğrudur, obyektiv reallıqdır və yaxud hansısa fərziyyədir. Bu səhv də ola bilər, bu kiminsə fikri də ola bilər. C bəndi mövcud informasiyaya əsaslanaraq nəticə çıxarma və səbəbləri izah etmə bacarığını inkişaf etdirir. Bu da olar, çünki siz informasiyaları toplayırsınız və o informasiyaya görə nəticə çıxarırsınız. Bu üsul şagirdlərdə oxuyub anlama, dinləyib anlama bacarıqlarını inkişaf etdirir. Mütləq ki, bu doğrudur. Çünki siz informasiya toplayanda hardansa oxuyursunuz. İnternetdən, kitabdan, jurnaldan. Ona görə oxuyub anlama bacarıqları burada var. Bir də məlumatı bölüşürsünüz, soruşursunuz, şifahi də toplaya bilirsiniz deyə dinləyib anlama bacarığı da var. Problemi müxtəlif prizmalardan dəyərləndirməyə və alternativ baxış bucaqları formalaşdırmağa imkan verir. Bəli, çünki müxtəlif suallar var axı. Sən məsələyə burada birmənalı yanaşmırsan, hər tərəfli araşdırırsan. Ona görə məmlər hamısı doğru oldu. Elə A bəndi səhv cavabımız oldu. Baxırıq 8-ci sualımıza. Şagird gündəlik həyatda istifadə olunan elektrik enerjisinin sərfiyyatını hesablamaq üçün uyğun riyazi düsturdan istifadə edir və aylıq xərci təxmin edir. Verilmiş tapşırıq biliyin hansı növüdür, təfəkkürün hansı növüdür və idrak taksonomiyasının hansı mərhələsidir. Məmlər, əgər mən nəyinsə sərfiyyatını hesablayıramsa, aylıq xərci təxmin eləyirəmsə, düsturu yerinə qoyuramsa, deməli mənim prosedural bilgim olmalıdır. Mən bunun addımlarını bilməliyəm ki, bunu düzgün hesablaya biləm. Ona görə A bəndini kənarlaşdırırıq, C-ni, D-ni kənarlaşdırırıq. Çünki bizə bilyin prosedural növü lazımdır. Yaxşı, bəs təfəkkür növündən baxsaq, bizim hansı təfəkkürə ehtiyacımız var? Burada hesablama işləri gedir də, yəni mən yaradıcı bir iş görmürəm axı. Yeni bir məhsulum var burada, yoxdur. Deməli, elə məntiqi təfəkkür olmalıdır və taksonomiyanın anlamaq mərhələsi olacaq. Niyə? Çünki mənə hazır düstur verilib, hər şey hazırdır. Mən sadəcə oradan nəticə çıxarıram, onu təxmin edirəm və yaxud hesablayıram. Yəni, sırf mənə düstur verilibsə, yəni onu mən tətbiq eləmirəmsə, mən quraşdırmıramsa, bu anlamaq mərhələsi olacaq. Cavabımız olur B variantı və baxırıq 9-cu sualımıza. Bəli, təfəkkürün növlərinə aid bir sualdır. Bəli, birinci hökmdə bildirilir ki, məktəb kitabxanasından kitab götürən hər bir şagird onu vaxtında qaytarmalıdır. Vaxtında qaytarılmayan kitablar üçün xəbərdarlıq edilir. Elvin kitabxanadan kitab götürüb. Deməli, Elvin kitabı vaxtında qaytarmasa, ona xəbərdarlıq ediləcək. Təbii ki, bu hansı düşünməyə əsaslanır, bunu necə tapmaq olar? Mən sizə dəfələrlə bunu danışmışam. Mənimlər, baxacaqsınız ki, birincidə qaydamı verib. Bəli, qayda verib də, deyir ki, xəbərdarlıq olunacaq hər bir şagird. Hamıdan danışır ki, ümumi qayda budur. Götürdüyün vaxtında qaytarmalısan. İndi ümumi bir hadisədən, yəni ümumi qaydanı bilirsənsə, sən gəlib Elvin haqqında danışırsan. Bax, xüsusi bir insan veriblər bizə. Elvin də götürübsə, deməli o da qaytarmalıdır. Ümumidən xüsusiyə düşünmək, təbii ki, deduktiv düşünmədir məmlər. Yəni bizim köhnə biliyimizdir. Mövcud bilimizdir. Biz burada yeni bir şey düşünmədik ki. Köhnədən bilirdim ki, elə hər bir şagird qaytarmalıdır. Bunu Elvinə də aid eləmiş oldum. Bax belə. Və sınavımızın sonuncu və 10-cu sualı imtahanın olmazsa olmazı inteqrasiya sualı müəllimlər. Müəllim şagirdlərə ətraf mühitin qorunması mövzusunda bir mətn təqdim edir və mətndəki əsas anlayışları izah etdirməyi və əldə olunan biliklər arasında problemin həlli yollarını əks etdirən qısa yazı hazırlamağı tapşırır. Bu tapşırıq hansı inteqrasiyanı formalaşdıracaq?
Müəllimlər, əvvəlcə baxaq burada fən üstü varmı? Mən bir mətn təqdim etmişəm. Mətndəki əsas anlayışları izah edir və qısa yazı hazırlayır. Yəni sıfırdan bir məlumat yoxdur, sıfırdan bir məhsul yoxdur. Şagird burada tam yaradıcılığını ortaya qoymuyor. Ona görə fən üstü olmaz. Fən üstü bunun üçün çoxdur. Fən üstünü atdıq kənara. Yaxşı, burada fənlər arası varmı? Fənlər arası var. Çünki mövzu nədir müəllimlər? Həmişə baxın ki, mövzu nədir? Mən nəyə keçid edirəm? Mövzu ətraf mühitin qorunmasıdır. Mən nəyə keçid eləmişəm? Mətn yazmağa, yazı yazmağa. Görürsüz, deməli təbiət fənni ilə burada ana dil, Azərbaycan dili arasında bir əlaqə var. Ona görə fənlər arası inteqrasiyada burada var. Yaxşı, bəs fən daxili varmı ona baxacaqsınız. Yəni biz S bəndi götürək, yoxsa Y bəndi götürək. Fən daxili də var müəllimlər. Çünki mən sizə həmişə bildirmişəm ki, sualda bacarıqlar görürsünüzsə, ya da mövzu adları, sinifdən sinifə düşmək kimi bir durum görürsünüzsə, deməli fən daxili var. Və siz burada görürsünüz ki, burada şagird həm yazı bacarıqlarına sahib olur, həm də ki, oxu bacarıqlarına sahib olur. Çünki baxın bir mətn var, mən mətni oxuyuram, oradakı anlayışları izah edirəm və sonra da yazı hazırlayıram. Deməli oxuyub anlama bacarıqlarım da olmalıdır da mənim. Azərbaycan dilinin məzmun xəttləri arasında əlaqə olanda bu üfüqi inteqrasiyadır. Yəni onsuz da fərqi yoxdur. Üfüqi də olsa, şaquli də olsa cavabımız fən daxilidir və fənlər arasıdır. Düzgün cavab olur C bəndi. Əgər hər hansısa bir sual sizə qaranlıq qaldısa, videonun rəy bölməsində qeyd edin. Hər həftə tez-tez belə sınaqlarımız olacaq. Davamlı olmasını istəyirsinizsə, mütləq siz də videomuzu bəyənin, paylaşın. Ödənişli dərslər haqqında məlumat almaq istəyənlər isə ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.